Masalda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 3 qəhrəmanın doğum günü ehtiramla qeyd olundu. Cənubun Səsi xəbər verir ki, 23 iyul 2026-cı il tarixində Masalda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 3 qəhrəman şəhidin doğum günü böyük ehtiramla qeyd olunub. Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı və Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların şərəfli ömür yolunun gənc nəslə örnək kimi təbliği, vətən sevgisinin aşılanması və şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi məqsədi daşıyıb. İlk öncə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəyə sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qonaqları salamlayaraq bildirib ki, vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq hər bir Azərbaycanlının müqəddəs borcudur. O qeyd edib ki, 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm zəfər şəhidlərimizin qanı və qəhrəmanlığı bahasına əldə olunub. Seyfəddin Əliyev vurğulayıb ki, Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı hər zaman diqqət mərkəzindədir. Çıxış edənlər şəhidlərimizin vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqdan, Azərbaycan xalqının qazandığı tarixi zəfərdəki əvəzsiz xidmətlərindən bəhs ediblər. Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva bildirib ki, şəhidlərin həyat və döyüş yolunun öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Cənubun Səsi xəbər portalının təsisçisi və baş redaktoru jurnalist Məhəmməd Lələyev çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin mediada geniş işıqlandırılması, onların həyat yolunun kitablarda, məqalələrdə və sənədli filmlərdə yaşadılması hər bir jurnalistin mənəvi borcudur. Qarabağ müharibəsi veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Nahid Rəhimov çıxışında bildirib ki, şəhid ailələrinin yanında olmaq hər bir vətəndaşın mənəvi məsuliyyətidir. O belə tədbirlərin şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Tədbirdə bildirilib ki, bu gün doğum günü ehtiramla anılan qəhrəman şəhidlərimiz Qasımov Cəbrayıl Balavoğlanoğlu, Şahbazov Kənan Natiqoğlu, Həsənov Supan Rahafoğlu vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Onların göstərdikləri igidlik, vətən sevgisi, döyüş meydanında nümayiş etdikləri şücaət və xalqımızın bəxş etdikləri qələbə Azərbaycan tarixinin şanlı səhifələrindən əbədi yaşayacaq. Qeyd olunub ki, şəhidlərin doğum günlərinin belə ehtiramla qeyd olunması və onların ailələrinə göstərilən mənəvi dəstəyin dövlət, xalq birliyinin və qəhrəman övladlarımıza sonsuz sevgi və hörmətin bariz ifadəsidir. Daha sonra Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri şəhid anası Xatirə Cəfərova çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onlara vətənin sonsuz məhəbbətindən və şəhid ailələrinə göstərdiyi fədakarlıqdan danışıb. Tədbir çərçivəsində doğum günü qeyd olunan şəhidlərin analarına Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyi adından hədiyyələr və fəxri diplomlar təqdim olunub. Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tərəfindən şəhid valideynlərinə təşkilat adından xatirə hədiyyələri verilib. Həmçinin şəhid Supan Həsənovun atası Rauf Həsənovun yubiley yaşı münasibəti ilə xüsusi olaraq təbrik edilərək hədiyyə ilə mükafatlandırılıb. Tədbirdə çıxış edən şəhid anaları Mehriban müəllimə və Zibə xanım övladlarının və şəhidlərin əziz xatirəsinə göstərilən diqqət və ehtirama görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Daha sonra İstisu sanatoriyasının rəhbəri, iş adamı İldırım Allahyarov çıxış edərək şəhid ailələrinin hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində saxlanılması vacibliyini vurğulayıb. Onun təşəbbüsü ilə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub. Tədbirdə həmçinin Saatlı rayonundan gələn qonaqlar şəhid Elgiz Mehdiyevin anası və atası iştirak etmişdir. Tədbirə yeşun vuran Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bir daha vurğulayıb ki, Azərbaycan xalqı öz qəhrəman şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi daima yaşayacaq. Qəhrəmanlıq salnamələri isə müstəqil Azərbaycanın tarixində qızıl hərflərlə yazılaraq gələcək nəsillərə örnək olacaqdır. Allah bütün şəhidlərimizə rəhmət etsin.